salam. Tamperi, iş bilirsən necə keçdi? İş belə keçdi ki, Şahbaz gedir Parisə. Fatam xanıma bilirsən ki, bir xamirat kişidir. Əvvəl yaxşı danışdı, sonra birdən boşaldı. O Şahbazla Firənginin bir para sözlərindən yerdən oldu. İndi səni çağırmışam ki, bir əlacın varisi elə. Xanım, əlacıdır mən bayaq sənə demişdim. Sənə nə lazımdır Fətəmxanada, ya da bir başqasından minnət çıxırsan? Göndər qonşuluqdan, Ağcabəli kəndindən, Qızılbaşdan gələn dərviş məsajı gətirib, necə ki, sənin muradındır bu işləri düzəltsin. Xampəri, mən də onun cadusunun gücünü eşitmişəm. Gəl biraz səksəkəliyəm. De görüm, onun etdiyi işlərdən bir bildiyin varmı? Ürəyim ona dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir. Xanım, Muğanın səfəri kişinin qızı istədiyində vermədimi? Dədəsinin ki qız verməyə razı olurdu, onu cadu öldürmədimi? Onun əlindən heç tutarmazsın. Gözüm Xampəri, bəs tez oğlun Əli Mərdanı göndər getsin. Ağcabədi kəndindən Məsəli Şahı bura gətirsin. Desin xanım çağırır, hər nə istəsə vaid eləsin. Xülasəyə gərək çıraq yanan vaxta qədər Məsəli Şah bizim evdə hazır olsun. Başüstə xanım, bu saat göndərirəm. Amma gərək Məsəli Şah Fətəmxan ağadan Şahbaz bəydən xəlifət bura gəlsin. Allah xeyr eləmiş. Şahbaz onu burada görsə, onu da öldürər, məni də sağ qoymaz. Əlbəttə, mən indi bu saatda çıxıram. Fətəmxan ağada Şahbaz bəyi də göndərirəm yuxuya baxmağa. Sonra da tapşıraram ki, Şərəfnisənin damında yıxılsınlar, yatsınlar ki, güya bu damda su qoymuşam, Şərəfnisənin başını yıkacaq. Allah, Kərimlə şükür. Yox olsun o ülkə ki, onda cadu tip olmayan. Əgər məməm deyən dərviş olmasaydı, Müsyo Jordan şəksiz Şahbazı tutub Parisə aparacaqdı. Günümü göyəskiyə tikəcəkdi. Şərəfnisə, qadan alın. Gördün əmi dostum necə tufan elədi? Qonağımızın yanında əmimin üstünə çırpı sınırdı. Şahbaz, heç öz etdiyindən xəbərin yoxdur. Elə əmi dostunun çığırmanı gözlə görükür. Qadan alın Şərəfnisə, mən özü bilirəmişəm ki. Şahbaz, bu şəkilləri sən gətirib mənə göstərmədin ki? Paris qızlarının şəkilləridir. Gör Parisdə necə gözəl qızlar var. Mən hələ utandığımdan bunları anama göstərməmişəm. Ay Şərəfnisə, nə uşaq-uşaq danışırsan? Bu şəkillər Müsyo Jordan kitabının arasındaydı. Çıxartdı mənə verdi ki, apar ver adamına baxsın. Parisin qızları bu il bu tövür paltarlar geyinirlər. Keçən il belə geyinirdilər, yəqin gələn ildə başqa cür geyinirlər. Bundan gələsi nə var ki? Bundan gələsi o var ki, sən bu qızların havasına yerlənib, Qarabağdan Parisə uçursan. Şərəfnisə, buna sözü deyirsən. Tamam Parisin qızları qurban olsun sənin bir tükünə. Mənim səni tək gözəl yarım var. Beş tur ilə gözümə görüşməz. Sənsiz mənim bir günüm də olmasın. Sənsiz mənim bir günüm də olmasın. Bəsdir, Allahını sevirsən. Sənsiz bir günüm olmasın deyən oğlan Qarabağdan yerlənib, Parisə uçmaz. Sən heç məni sevmirsən. Şərəfnisə, mənim ürəyimə bir ox vursaydın yaxşıydı ki, bu sözləri mənim üzümə verir. Heç bir soruş gör, mən Parisə nə səbəbə gedirəm? Nə işin var soruşum? Səbəbini özüm çox yaxşı bilirəm. Səbəbi bunlar deyə bunlar. Vallahi yox. Vallahi səbəbi bunlar deyil, sən bilmirsən. Mənim taytuşlarım hamısı hörmətinizdə tapmış adamlardır. Mən də qalmışam bu qamışlıqda adsız, sansız. Əvvələn, bu yalandır ki, kim bizlərdən mərifətdən, qulluqdan xoşbəxt olur. Onlar tamam özgə yolla bəxtə yetişiblər. İkincisi də, əgər qulluq etmək istəyirsən, çıx get Tiflisə. Bizlərdən Parisə nə gedən var, nə gələn. Doğru deyirsən. Amma, Şərəfnisə, Tiflisli kim məni hörmətinizdə tapdırıb qulluğa qoyduracaq. Amma bu Firengül yaxşı adamdır. Mənə aparar Parisə, Firengülünü öyrənər. Ondan sonra gələrəm, burada da hörmətinizdə tapmış adam olaram. Şahbaz, bu nə sözdür ki, sənin kimi cavan, Kamalı oğlan Tiflisdə qulluq tapmayaq? Şərəfnisə, Parisə gedib gələndən sonra da Tiflisdə qulluq edəcəm. Sənin kimi qəşəng oğlanı bu paşaların əlindən qurtara bilərəm ki, qayıdıb gələndən sonra da adam kimi oturub yasan? Heç vaxt, mən heç vaxt icazə vermirəm ki, sən Parisə gedəsən. Alab getsən, ölür. Şahbaz, ay Şahbaz. Of, indi mən necə edeyim ki? Şahbaz getmir.
etməsin. Tezlər piş gəlsəydi, bizim dərdimizə bir əl aç tapardı. Xanpəri, dərvişə xəbər vermişsən, görəsən gələcəklər. Bəli xanım, xəbər göndərmişəm. Harada qaldı bunlar? Hoş gəlmişsən baba dərviş. Buyur əyləş. Baba dərviş. Sana gedir. Narahat olma ama, yürü gələrlər. Xanpəri, bax gör nə oldu. Hocam sen ne diyorsun? Buyur baba dərviş, buyur. Salam aleyküm. Aleyküm selam baba dərviş. Buyur otur, hoş gelmişsin. Hanım, bana nisbətlə buyruğunuz var. Buyurun. Zam başla yerinə yetirməkdən müzahiqə yoxdur. Baba dərviş. Seni bir cüzi yüngül işten ötürü narahat. Mətləb budur ki, bizim Şahbaz gedir Paris'e. Bir frengi qonağımız var, istəyir ona qoşulsun. Hanım, hara dedik? Paris şəhər. Ha, Paris. Buyurun, buyurun. Xəyalındadır ki, ona qoşulsun, getsin Paris'e. Mənim bu gülüzlü uşağım ki, onun adamısıdır. Ağlar, sızlar olsun. 20 gündən sonra da toyları başlanacaq. Səni çağırmışıq ki, bir əlancın varsa elə. Hanım, bu hep düzgün yürüyüş değilmiş. Belki çok büyük ve çetin işmiş. Bu işte gerektir ki benim zadımın eseri ya Paris'in ya da Mösyö Jordan'ın boynunda çatlasın. Baba dərviş, bəs Şahbaz? Hanım, məsələn, Şahbaz bəyə əl burası olsam, lazım olar ki, onun bədəninə bir cin müsəllət edin. Amma ola bilər ki, bu işdən o qorxsun, ağlına rəhmə yetişsin. Ya azarmasın, ya da çollaq qalsın. Allah'ını sevirsən baba dərviş, belə danışma. Bu sözlər tamam ondan ötürüdür ki, Şahbaz bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağına razı olar? Hə, xanım, onda mən divlərə, ifritələrə hökm edib ki, Paris şəhərin altın üstünə çevirsinlər. Bu necə mümkün işdir baba dərviş? Hə, xanım, bu mənim işimdir. Məyər eşitməmişsiniz ki, bir neçə şəyatinə əmr etmişəm ki, həm isə Şişə qalasında Suriya və Şeyx Mollalar arasında gəzib, heç vaxt onları rahat qoymasınlar. Çünki onlar aşkara minbərə çıxıb aşkar xalqa vəz etmişdilər ki, cadükünə və sairə inanmayın. Allah dərdinə əsirgəmir. Xanım, gecə keçir. Daxil durmaq vaxtı deyil. İndi siz mənə, buyurun görün, Şahbaz nə müddətə Parisə gedir? 10 gündən sonra. Çox yaxşı. İndi xanım, mən sizin gözünüz qabağında Paris şəhəri bərpa edib, onu burada bozacam. Divlərə, ifritələrə hökm edəcəm. Mərrif ulduzuna tapşıracam ki, Mösyö Jordan'ın boyunu vursun, Şahbaz bəy Paris'e aparan olmasın. İndi bir şey soruşum xanım. Cənabınız nə istəyir? Paris'in dağılmağını ya Mösyö Jordan'ın boyunu vurulmağını? Hər ikisi baba dərviş, hər ikisi. Firənglərə yazdığımız mı gələcək? Oy, Alvad, sənin ürəyin daşdı, nədir? Biçarə Parisliler bizə nə eləyiblər ki, evləri, imarətlərin başlarına yıxar? Bir nəfər günahkar adamın ölməyi yaxşıdır min günahsızın qırılmağından. Baba dərviş, hər nə bilirsən, Mösyö Jordan. Burada xoruzun boyunu vur, boy otara keçəndən sonra onunki də vurulsun. Şahbaz orada tək qalsın, qayıtsın, gəlsin yanımıza da. Canım, elə demə, Mösyö Jordan yazıqdır. Bu yayla hər gün qəribə güllərdən, çiçəklərdən dəstə bağlayıb Şahbazla mənə göndərir ki, apardır adaqdına. Gör necə idi bu yaylaqları gəzirlər, heç belə gözəllərini görürlərmi? Mən özümü öldürürəm, amma icazə vermərəm ki, Mösyö Jordan ölsün. Paris dağılsın, biz
ki, bizi salıb bu bəlaya. Qəza bizə bu dərvişi yetirib ki, onun cadusunun gücü ilə Parisi vurub güngəyə hüküm edir. Buyur baba dərviş, divlərinə, əcinələrinə əmr elə Parisin altının üstünə çevirsinlər. Baş üstə xanım. Pampəri xala, çıx çölə. Mənim şagirdim Qulam Əliyə de ki, atın üstündə olan xurcunu alsın, tez bura gəlsin. Xanım, Atamxan ağa Şahbaz bəyi də haradadırlar? Şərəfin sənin damında yatırlar. Xanım, bu sürdən nə olan, nə başqası, nə indi, nə də sonra gərək heç xəbərdar olmasınlara və illah zadı heç əsər bağışlamaz. Bu cəhətdən xatircəm olmalıdır. Salam əleykum. Aleykəssalam. Xurcunu yerə qoy. Ağzını bağını aç, içində üstünə əşkal çəkilmiş taxta parçaları çıxar. Mixahim ki, heykəli, Fahişə Bərxanımın da bətgünə, günəm, digər ifritələr üçün günəm ki, dər tərkifləyir. Bahsedəcək. Bu xanımlar Paris şəhərini xərab eləmək istəyirlər. Bu xanımların parçalarında nə iş var? Uzun məsələdir. Biz Bacarlıqdan danışaq. Paris şəhərini vurur, xərab edəcək. Bacarlı olacaq. Baba dərviş, nə danışırsınız? Məhsər oxuyuram xanım. Məhsər, buyur oxu. Oxuyuram ki, işimiz aram olsun. Divlər, ifritələr xəbərdar olsunlar ki, mən nə fikrindəyəm. Parisi necə dağıtmaq istəyirik. Xanım, divlərin əl muzlunun ənamını şərəfi. Baba dərviş, divlərə ənamı gərəkdir. Hə, məyər mənim divlərim İran sərbazı idi ki, müftə qulluq edələr. Məyər mən də Hacı Mirza ağası idim ki, onlara heç ənam verməyim, el onlara ancaq söyüb, döyüb. Düz deyil. Yox, düz deyirsən. Baba dərviş, nə qədər gərək divlərə ənam verək? Xanım, çox istəmirəm. Nə qədər vəd etmişsiniz? 100 bazalı. Vay, 100 bacaqlı. Bəli. Baba dərviş çox olmazmı? Bu, min tümənə dəyən şəhəri xarab etdirirsiniz. 100 bacaqlı çox görürsünüz, xanım. Doğru deyirsən baba dərviş. Şərəfin sən. Balam, dur git bu sandıqcasını bura getir. Şərəfin sən. Baba heç toy. Niyə? Toya heç bir qalmır. Nəyə yana? 200 doldu satılır. Yenə dolar. Düz deyirsən. Ne var? Başa söyle. Var. 90, 100. 100 bas. Düzdür. Hə. Bəli, Paris şəhəri Əqrəb burcunun altında vaqe imiş. Orada. Körmə hoşunmuş. Bu bürcün təsirindəndir ki, o şəhərdən bəla heç vaxt əksik olmaz. Xanımlar, qorxmayın, ürəyinizi bərk edin. Dəvdə dəva fətəndir, tübülü kəral kərəmdir, tübülü çumur çumuha, yendir. Ya Məlikha, ya Səlikha, ya Məlikha, yaldırın Parisi, vurun yerə, necə ki mənim dişəri, yerinizi bəl edərəm. Paris dağıldı. Xanımlar, razı oldunuz. Değerli baba dərviş. Çox razı oldum. Amma nə etsək olardı, Parisin dağılma xəbəri elə bu dəqiqə Müsyo Jordana çataydı, başımızdan olaydı. Xanım, narahat olmayın. Bir insan ki, burada Paris şəhəri xərab edər,
Onun xəbəri oradan bura bir saniyədə, bir dəqiqədə, bir gündə, 10 gündə gəlib yetişməz. Xanım, nəyi xəyal edirsiniz? Yox, gücünüzdən şübhəmiz yoxdur. Amma nə yaxşı olardı, elə indi çataydı xəbər. Götürəydik, gedəyiklər. Şahbaz tək qalır, qayıdıb gələydik. Şərəfli sənin damında yatıblar. Yılxıya baxmağa getmişdilər, çox yorulublar. Hanım, gerek bunları bu saatte buralar. Ben deyəndən bilmirəm. Heyf sana Paris, heyf Tülyeri. Nə olub? Kim sahib? Paris dağıldı, Tülyeri yıkıldı. Sənə şükür. Yəni Allah dərdini əsirgə. Bilmək olmadı, bu necə işdir, bu necə seyirdir. Seyir. Məyər Paris seyirlə yıxılır və kim sahib? Əlbəttə seyirdir, mat qalmalı işdir. Çadırın da Allah'tan. Gəlsin çıxsın. Ah, gəldiniz Atamxanaqa, sizə tarım, tez atlanın, məni də ötürün. Həkim sahib, nə oldu? Belə tərəzi getməyə səbəbi nə oldu? Paris dağıldı, Tülyeri yıkıldı. Mon Dieu, mon Dieu. Həkim sahib, Parisi kim dağıldı, kim yıxıldı? Divlər, əcinələr, bəd əməklər, hansını deyil. Atamxanaqa, sizə tarım, tez atlanın. Həkim sahib, bizim şahbazı da aparırsınızmı? Nə söyləyərsiniz xanım? Başımı koymağa yer tapmıram. Şahbazı hara aparacaq? Aparın da, aparın gitsin. Zaferim. Gördün iş necə keçdi? Hanım, mən bayaq sənə demədim ki, tərifçilərini heç zat tutarmaz. Mən elə ondan qorxuram ki, Parisin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad olan. Naxçıvan, Şərqi mahallarının yıxılmağının zərbindən Avri dağının bir parçası baxıb tükən kimi. Necə ki, dərkiş demişdik. Bəli, bundan sonra bu təəccüb deyil. Təəccüb olur ki, kişilər həmişə bizə deyirlər ki, caviya, fitiyə inanmır. Necə inanmamaq olar ki, adam gözü ilə belə işlər görür? Xanım, kişilərin məyər ağlı var.